Salam hörmətli abituriyentlər. Axun İmperatorluğu ilə bağlı izahı sizə təqdim edirik. Axun İmperatorluğu 4-cü əsrdə meydana gəlir və 567-ci ilə qədər mövcud olur. Yaxşı yadda saxlamaq üçün həmişə uşaqlara belə deyirəm. 4, 5, 6, 7. 4-cü əsrdə yaranır, 567-də süqut edir. Dövlətin paytaxtı Sakala şəhəri olmuşdu. Asiya Hun dövlətinin, yəni Böyük Hun dövlətinin dağılmasından sonra Hunların bir hissəsi İdil Volqa çayından qərbə, digər hissəsi isə Qərbi Türkistana köç eləyirlər. 4-cü əsrin ikinci yarısında Axun dövləti yaranır. Axunlar Sasani və Göytürk dövləti ilə qonşu idilər. 5-ci əsrdən isə Eftal, Abdal xan adı ilə Eftalitlər və yaxud Abdallılar dövləti kimi tanınırdı. Dövlətin ən güclü hökmdarlarından biri Axsuvar xan olmuşdu. O 430-cu ildə taxta çıxır, fəal xarici siyasət yeridir, Sasanilərlə müharibə aparır. 1-ci Firuza qarşı mübarizədə İran yaylasının şərqi və Türkistanı tutur. Əvvəllər 1-ci Firuzla münasibətlər yaxşı olur. 1-ci Firuzu himayə eləyir. Amma sonra Firuz, loru dillə desək, çaşır və Axsuvar xan da onu cəzalandırır. 484-cü ildə Sasanilər üzərinə növbəti qələbəsini qazanır. Axsuvar xan növbəti parlaq qələbə Mərv yolu üzərindəki Heratı ələ keçirir. Sasanilərə qarşı Turan taktikasından istifadə edirdi Axsuvar xan. Sasani şahı 1-ci Qubadı isə himayə eləyir, eynən Firuza etdiyi kimi. Və Sasani ərazisində bildiyimiz kimi Məzdəkilər hərəkatı baş verir və Qubad öz hakimiyyətini itirsə də məhz Axsuvar xanın dəstəyi ilə yenidən taxta çıxır və Məzdəkilər hərəkatını yatırır. Mihraqul isə Axunların ən güclü hökmdarıdır. Ən qüdrətli dövrü dövlətin Mihraqulun dövrünə aiddir. Bu adamın 700 döyüş fili var. 700 döyüş fili təkcə. Hindistan üzərinə fasiləsiz yürüşlər eləyir. Bütün şimal-qərbi Hindistanı tutur. Bütün Hindistanı yox ha. Bütün şimal-qərbi Hindistanı tutur. Diqqət eləyək. Dövlətin ərazisi Hindistanın şimalından Aral gölünə, Tibet dağlarından qərbə, qərbdə isə Xəzər dənizinə qədər uzanır. Lakin imperiyanın ərazisi genişlənir və onu idarə etmək daha da çətinləşir. Mərkəzi hakimiyyətə qarşı üsyanlar başlayır və ölkədə müxtəlif dinlərin yayılması dövlətin tənəzzülünü sürətləndirir. Feodal əyanları müstəqil olmağa çalışırdılar, hər biri müstəqil dövlət yaratmaq istəyirdilər. Dövlət zəifləyir, tənəzzül uğurlur. Və 567-ci ildə Sasanilərlə Göytürklər ikisi birləşib Axun dövlətini parçalayırlar və beləliklə Axun dövləti süqut eləyir, dəyərli yoldaşlar.